Bismillahirrahmanirrahim. Elhamdu ve sena'u lillahi rabbil alemin. Ve salatu ve selamu ala Muhammedin ve alihi tayyibin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve la'natullahi ala a'daihim ecmaîn. Minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Amma ba'd. Qala Allahu Teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. İnna enzelna ileykel kitabe bil hak. Fa'budillaha muhlisen lehu'd-din. Ve qala Teala: "Kul inni umirtu an a'budallaha muhlisen lehu'd-din ve umirtu li an akuna evvelel muslimin. Kul inni akhafu in asaytu rabbi azabe yevmin azim. Kulillaha a'budu muhlisen lehu'd-din." Sadakallahul aliyyul azim. Ve sadaka ve bellaga rasuluhu nebiyyun kerim. Peygamber ve ali peygambere salavat ediyorlar. Allahümme salli ala Muhammed ve ali Muhammed ve azil. Bugünkü mövzumuz inşallah ixlas barəsində olacaq. İxlas hər bir əməldə Allah-u Teala'nın bəndəsindən umduğu və əməllərin qəbul olunmağı üçün meyar qərar verdiyi şeydir. İxlas bir növ desək, ərəb dilində istifadə olunan xəlusə feilindən ixlas, muxlis, bunlar bir kökdən törəmə şeylərdir ki, insanın əməlinin yan təsirlərdən bir növ desək, uzaq olub, xalis olmağına deyilir ki, yəni ibadət məqamında, itaət məqamında bəndənin etdiyi əməl Allahdan qeyri hər bir şeydən xalisdir. İstər niyyəti, istər əməlin özü, yalnız və yalnız Allah-u Teala üçün olunduğu üçün bir növ desək, bu əməl xalis əməl hesab olunur. Bu əmələ nisbət. Və eyni zamanda insanın qəlbinin Allahdan qeyri hər bir şeydən xilas olub, xalis olub, paş olmağına deyilir ki, bəndə, aləmdə yalnız özü və bir növ desək, Allahı arasında əməllərini ibadət və itaət məqamında tənzimləyir. Buna deyirlər ixlas. Əlbəttə, xülasə qısa izah etməyə çalışır. Allah-u Teala'nın bizlərdən əməl məqamında tələb etdiyi ilk şey ixlasdır. Hər bir əmr olunmuş bir əməlin kənarında ixlas mütləq var. Məsələn, Allah bəndəsinə deyir ki, namaz qıl. Qeydsiz, şərtsiz, sanki həmin bu əmrin daxilində ixlaslı namaz qılı əmr edir. Məsələn, Allah qeyd edir ki, oruç tut və yaxud da haramdan çəkin. İstər çəkindirdiyi şeylərdə, istər əmr etdiyi şeylərdə ixlas həmin əməlin tərkib hissəsidir. Məsələn, necə niyyət əməllərin tərkib hissəsidir? Namaz qılırsan, namazın niyyəti vacibdir. Nə üçün namaz qılırsan? Özünü göstərmək üçün, yoxsa Allah-u Teala'nın əmrinə riayət etmək üçün. Ona görə namazında deyirsən ki, filan namazı qılıram, qurbətən bilərək, yəni Allaha yaxınlaşmaq üçün, Allahın əmrinə riayət etmək üçün. Niyyət hər bir əməldə şərt olduğu kimi, həmin o niyyətin də şərti ixlaslı olmalıdır. Yəni, etdiyin əməldə fərq etməz bir haramdan çəkinəsən və yaxud bir vacibi yerinə yetirəsən və yaxud bir müstəhəb əməli yerinə. Etdiyin hər bir əməldə niyyət yalnız və yalnız Allah-u Teala görə olmalıdır ki, Allah-u Teala onu səndən qəbul edəsin. Məsələn, Quran-ı Kərimdə Allah əməlin qəbul olmağı üçün müəyyən meyarlar qərar verib, səbəblər qərar verib. Məsələn, onlardan biri buyurur ki, Allah
yalnız təqvalılardan qəbul edən əməllər. Təqvan olmalıdır ki, əməllərin Allah dərgahında qəbul olunsun. Eləcə də əməlin qəbul olma şərtlərindən biri əməlin ixlaslı olmalıdır. Yəni, əlavə şeylərdən, Allahdan qeyri, yan məsələlərdən haç olmalıdır ki, Allah-u Teala həmin əməli qəbul etsin. Quran-ı Kərimdə Allah-u Teala dəfələrlə ixlası, müxlisləri, ixlaslı olan bəndələri mədh eləyir. Hətta şeytan Allah-u Teala danışanda onun bəndələrinin yolundan azdıracağını deyəndə yalnız sənin ixlaslı qərar verdiyin bəndələrdən başqa deyərək istisna edir. Çünki ixlaslı olan kəsi, məxsusən də Allah-u Teala'nın müxlis qərar verdiyi, müxləs etdiyi bəndəni yolundan azdırmaq müşkül məsələdir. Niyə? Bu insanın bütün varlığı hər bir halda Allah-u Teala varlıdır. Məsələn, bir dəfə gəldi, Həzrəti Nuh əleyhissalama dedi ki, denəm Bismillahirrahmanirrahim demirəm. Daha bu ki, sənin Rəbbinin adıdır. Bunu sən də dizdirirsən deyə demirəm. Və ya digər peyğəmbərlərin qissələrinə baxın, Həzrəti Əyyub əleyhissalam xəstə olduğu dönəmdə Allah-u Teala bağlılığı necə idi ki, şeytan insanı ən zəif hallarında, zəif nöqtəsindən vurmağa çalışır da, bir nöqtəsə o yerdən yaxınlaşmağa çalışır. Həmin o halında Həzrəti Əyyub əleyhissalamın yanına gəlir. Gördün, Rəbbin səninə günə qoydu. O ibadət elədiyin Allah görürsən. Həzrəti Əyyub əleyhissalam işləyib bədəni yara tökmüşdü ki, bir nöqtəsə o bədəninin qoxusundan insanlar yaxın getmədi ona, üz döndərmişdi. Hətta ailəsi tərk edilib getmişdi. Həmin o anda şeytan gəlir ki, gördün bu illər ərzində ibadət elədiyin Allah səni nə hala qoydu. Həmin vaxtda o Peyğəmbər şükür edir, Allah-u Teala'nın bir növdəsək rızayətini bildirir, Allaha bağlılığını elə göstərir, o müxləs olduğunu elə göstərir ki, şeytan ümidini üzür. Eləcə də digər Peyğəmbərlər. Hər bir halda Allah-u Teala'nın ixlaslı qərar verdiyi bəndəni yoldan azdıra bilməyəcəyini şeytan da bilir. Yəni, xulus, ixlas bir əməlin yalnız və yalnız Allaha xatir olmağı, qəlbdə yalnız və yalnız Allahın olmağı bir növ desək, meyardır, manedir şeytanın hilələrindən amanda qalmaq üçün. Quran-ı Kərimdə Allah-u Teala Zümər surəsinin 2-ci ayəsində buyurur, İnna ənzəlna iləykəl kitabə bil-haqq, biz sənə haqq olaraq kitab nazil etdik. Fə'budilləhə muxlisən ləhuddin. Buna görə də Allaha ixlaslı şəkildə ibadət et. Allah düzdür, ibadət bizə əmr eləyib. Onun qarşısında əmrlərinə, qadağalarına riayət etməyi, bütün nəyə əmr edibsə, itaət edib, nədən də çəkindiribsə, çəkinməyi bizlərdən tələb edir. Amma müəyyən şərtlərdən, bax, ixlas həmin o şərtlərdən biridir. Allaha ibadət et, fə'budillah muxlisən, amma ixlaslı şəkildə. İxlas olmadığı təqdirdə insan elə güman eləyəcək ki, Allaha ibadət edir. Amma əslində Allahdan qeyrisinə də həmin əməldə şərik qoşulur. Məsələn, riya mənəvi şirklərdən biridir. İnsanın bir əməli başqasına göstərməsi üçün. Məsələn, hədisdə var ki, qiyamətin günündə Allah-u Teala riyakar insanı gətirər, o riya ilə etdiyi əməllərin savabını kimi əməli yerinə yetirəndə Allaha şərik qoşubsa, ondan almağını istəyir. Qiyamətin günü həmin insan gətirirlər. Deyər ki, Allah-u Teala tərəfindən ona xitab olunur. Mən şəriklərin ən xeyirlisiyəm. Şərikliyin adəti var da, biri birinlə şərik girirsə hər hansısa bir şeyə, məsələn, 50-50-yə şərik girirlərsə, qazancda biri-birinlə o cür dəqiqliklə haqq hesab apararlar, hərə öz qazancını bir növ desək götürməyə çalışar. Allah buyurur ki, mən şəriklərin ən xeyirlisiyəm. O əməli kim eləyəndə riya eləmişdin, kimisə mənə şərik qoşmuşdun qəlbində,
Məsələn, namaz qılın, bir dənə filan kəs də görsün məni ki, namaz qılıram, mənə qarşı olan fikri dəyişsin. Və yaxud da sədəqə verim, filan kəs də görsün ki, mən necə xeyirxah insanam, bu kimi əməllərlə. Buyurur ki, sən ki, əməlində bəndəni mənə şərik qoşmuşdun, mən şəriklərin ən xeyirlisiyəm. Öz payını da verdim şərikə, xeyirli şərik bu cür olar da, qazanc vaxtı gələkin öz payını vermişəm sənə. Mən şəriklərin ən xeyirlisiyəm, öz payını da verdim həmin o şərikimə, get əməlini, qarşılığını ondan al. Qiyamətin də günündə Allah-u Teala'dan başqa kim insana, nə qiyamət, dünya və axirətdə Allahdan başqa kim insana bir fayda, bir xeyir və ya zərər yetirə bilər. Odur ki, Quran-ı Kərimdə Allah-u Teala buyurur ki, Allaha ibadət et, amma ixlaslı şəkildə ibadət et. Riya ilə yox, qəlbdə Allahdan başqa birini də nəzərdə tutmaqla yox, zehninin küncündə daim əməllərində Allahdan qeyri kimisə də hazır tutmaqla yox. Məsələn, Zumar surəsinin 11-ci, 14-cü ayələrində buyurur Peyğəmbər, qul de, inni umirtu ənə a'budəllah muxlisən ləhuddin. Mən Allaha ixlaslı şəkildə, dinin sahibi olan Allaha ixlaslı şəkildə ibadət etməyə əmr olunmuşam. Yəni, Allah ibadət tələb eləyir, əmr eləyir, amma qeyd qoyur, ixlaslı şəkildə ibadət elər. Və umirtu li'ən əkunə əvvələl muslimin və ilk müsəlmanlardan olmağa əmr olunmuşam, Allaha ilk təslim olanlardan olmağa əmr olunmuşam. Qul inni əxafu in əsəytu Rabbi əzabə yevmin azim. De, mən qiyamət gününün şiddətli əzabından qorxuram. Nə vaxt? Əgər Rəbbimə qarşı üsyan etsəm. Əgər Allaha qarşı günah eləsəm, üsyan etsəm, qiyamətin şiddətli əzabından qorxuram. Qulilləhə ə'bud muxlisən ləhu dini. De, mən Allaha ibadət edirəm, muxlis şəkildə, ixlaslı şəkildə. Və dinim ona məxsusdur. Hər bir əməlin başında, ibadətin də başında ixlas dayanır. Şimdi ixlas olmayanda əməl Allah dərgahında hər hansısa bir dəyərə malik deyil. Həzrəti İmam Muhammed Baqir əleyhissalam Peyğəmbərin dilindən nəql edir, sağlıqlı Peyğəmbər, bari Peyğəmbərə. Allahümmə salli ala Muhammed və ali Muhammed və əccil. Ya eyyuhən nas, Peyğəmbər buyurdu, ey insanlar, innəmə huvallahu və şeytan. Bu Allah, bu da şeytan. Hər bir şey, dünyadakı mübarizə bu iki şeyin arasında gedir. Allahla şeytanın arasında. Allahın dəstəsi ilə şeytanın dəstəsi arasında. Bütün çəkişmələrin mehvərində, mərkəzində bu şey dayanır. Peyğəmbər buyurur ki, vəl-haqqu vəl-batil. Haqq var, Allah var, şeytan var. Haqq var, batil var. Vəl-huda vəl-dalalə. Hidayət var, zəlalət var. Yəni doğru yol var, bir də doğru yoldan saptığın yol var. Vəl-rüşdü vəl-qəy. Həqiqətə aparan doğru yol var və insanı azdıran, bir növ desək, saptıran yol var. Ta gəlir Həzrət Rəsul-i Əkrəm, həsənət varsa, yaxşı əməllər var, pis əməllər var. Fəmə kânə min həsənətin fəlillah. Nə gözəlliklər varsa, bütün bunların hamısı Allah tərəfindəndir. Və mə kânə min səyyiat fəliş-şeytan ləhənəhullah. Nə də çirkinliklər varsa, şeytan tərəfindəndir. İndi sən bu iki mübarizə tərəfinin arasında bir mövqe tutmalısan. Bir yol tapmalısan. Əgər Allah-u Teala özünə nisbət verirsənsə, onun bəndələrinin, onun dəstəsinin sırasında özünü görürsənsə, ixlaslı şəkildə
ona ibadət və itaat etməlisən, əmr və qadağalarına riayət etməlisən. Yox, şeytanın dəstəsində görürsənsə, onda Allah-u Teala qarşı ixlasa riayət etməmək, əməllərdə riya qoşmaq və s. haramları yerinə yetirmək, vacibləri tərk etmək şeytanın dəstəsindən olmaq üçün kifayət edir. Həzrət Əmir əl-Müminin əleyhissalam buyurur ki, Tuğba limən əxləsə lilləhil ibadə və dua. Xoş o insanın halına ki, ibadətini, duasını Allah-u Teala ixlaslı şəkildə yerinə yetirir. وَلَمْ يَشْغَلْ قَلْبَهُ بِمَا تَرَى عَيْنَاهُ. Və qəlbini gözü ilə gördüyü şeylərlə məşğul eləmir. İnsan gözlə nəyi görür, dərk eləyir, nəyin ləzzətini dadır, qəlbi Allah-u Teala'nın zikrindən məşğul edir. Dünyadakı naz-nemətlər dəyərlidir, sahib olmağın gözəldir, amma qəlbi və Allahın zikrindən məşğul eləməyənə qədər. Nə qədər ki, o insanı Allahdan ayırmır, mehvar olaraq həyatında əsas yer tutmur, dəyərlidir, gözəldir. Amma elə ki, dünyanın naz-neməti insanı Allahdan ayırır, övlad, uşaq, ailə və s. ilaxır, bu kimi şeylər insanı Allahdan ayırır, bu zaman müsibətlər başlayır. Həzrət buyurur ki, xoş o kəsin halına ki, ibadətini və duasını Allaha ixlaslı şəkildə eləyər və gözü ilə gördüyü şeylər onun qəlbini Allahın zikrindən məşğul eləməyər, yəni Allahdan yayındırmayar. وَلَمْ يَنْسَ ذِكْرَ اللّٰهِ بِمَا تَسْمَعُ اُذْنَا. Qulağı ilə eşitdiyi şeylər ona Allahın zikrini unutturmayar. وَلَمْ يَحْسَنْ صَدْرَهُ بِمَا اُعْتِيَ غَيْرُهُ. Və başqalarına əta olunan şeylərə görə qəlbini hüzün tutmuyor. İxlaslı insanın bir növ desək, müəyyən nişanələri var. Hardan bilə bilər ki, insan ixlaslıdır, yoxsa yox. Bu şeyləri Həzrət Əmir əl-Müminin əleyhissalam bir nişanə kimi bizlərə təqdim edir. Xoş o bəndənin halına ki, qulağı ilə eşitdikləri onu Allahın zikrindən uzaq salınır. İxlaslı insan o insandır ki, hər nə eşidirsə eşitsin, bunun ömrünün mərkəzində bir şey var, o da Allah. İxlaslı insan o insandır ki, hər nə görürsə görsün, o gördükləri onun Allahdan uzaq salmasın. Bunun həyatının məhvərində yalnız və yalnız Allah-u Teala olmuş olsun. Başqa bir hədisdə Həzrət İmam Cəfər Sadiq əleyhissalam Allah-u Teala'nın bu ayəsinin barəsində buyurur ki, لِيَبْلُوَكُمْ اَيُّكُمْ اَحْسَنُ عَمَلًا. Mülk surəsinin 2-ci ayəsi barəsində ki, Allah sizlərin hansılarınızın yaxşı əməl sahibi olmasını imtihan etmək üçün bir növ desək, bəlalara düçar edir, imtihan edir sizləri. Bu ayənin təfsirində Həzrət buyurdu ki, leysə ya'ni əksərə əmələn. Mənası deyil ki, sizlərdən hansınızın çox əməl elədiyini Allah imtihan eləsin ki, görün bunların hansı daha çox əməl edir. Yox. Həzrət buyurur, vəlakin əsbəbəkum əmələn. Hansınız əməli daha düzgün şəkildə yerinə yetirirsiniz. Hansınız əməli daha doğru şəkildə yerinə yetirirsiniz ki, o doğruluğun, düzgünlüyün və məhvərlərindən biri insanın ixlasıdır. Allah bizi bu dünyaya göndərmir ki, görün hansınız bir-birimizdən çox əməl edəcəksiniz. Hansınız düzgün əməl edəcəksiniz. Bir Əmir əl-Müminin əleyhissalamın yanında giləy-güzar elədi. Buyurdu ki, Həzrət əleyhissalam ki, bu cür eləmə. Bir əməl ki, Allah dərgahında qəbuldur, onu necə az saya bilərsən? Və bir əməl ki, Allah dərgahında qəbul deyil, onu necə çox saya bilərsən? 100 dənə sədəqə ver, hamısında riya elə. Ömrü boyu namaz qıl, ömrü boyu riya elə. Bunun Allah dərgahında bir dəyəri yoxdur. Nəinki ixlasla qıldığın namazın, ixlasla verdiyin sədəqənin
əgər Allah dərgahında artıq qəbul olunmağı bunun üçün çox hesab olunmağına kifayət edir. Ona görə Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allah sizləri imtihan edəcəyini deyəndə sizin hansınızın daha çox əməl edəcəyini nəzərdə tutmur, hansınızın doğru, düzgün əməl edəcəyini nəzərdə tutur. Və innəməl isabə, yaxşı, əməlin doğru olmağının nişanəsi nədir? Həzrət buyurur ki, və innəməl isabə xəşyətullah, həmin o əməli doğru yerinə yetirməyin nişanəsi Allah qorxusudur. Bax, görə əməli yerinə yetirəndə canında təqva var idi, Allah qorxusundan bu əməli yerinə yetirirdin, yoxsa başqa bir məqsəd var idi, başqa bir hədəf var idi. Bu, insanın əməlinin ixlasını təyin eləmək üçün nişanələrdəndir. Və niyyətü sadiqə, doğru niyyət. Hər bir insan bir əmələ baş qaldıranda bir niyyəti olur, məqsədi olur, hədəfi olur. Amma niyyət özü doğruydu. Bəzən sən gözəl əməli yanlış niyyətlə yerinə yetirə bilərsən. Əməl özü gözəldir, amma niyyəti fərqlidir. Məsələn, birinə kömək eləmək üçün rüşvət verir. Niyyətin öz-özlüyündə yaxşıdır, əməlin haramdır. Və ya əksi ola bilər. Niyyətin xarab olsun, əməlin yaxşı olsun və yaxud da əksi, niyyətin gözəl olsun, əksi şey olsun. Ona görə, aleykümselam və rəhmətullah. Ona görə Həzrət buyurur ki, Allah yanında doğru hesab olunan əməl, birincisi Allah yanından yerinə yetirilən əməldir. Allaha xatir yerinə yetirilən əməldir. İkincisi, sadiq, doğru niyyətlə yerinə yetirilən əməldir. Ondan sonra Həzrət buyurdu, Əl-Hibqa'u aləl-əməl həttə yəxlus, xalis olana qədər, ixlaslı olana qədər bir əməl üzərində davamlı qalmaq, əşəddü minəl əməl, o əməlin özündən daha şiddətlidir. Asan deyil bir əməli ixlas üzərində davam elətdirəsən. Asan deyil, ömrünün axırına qədər ixlasla namaz qılasan. Ömrünün axırına qədər ixlasla oruc tutasan. Bu illər ərzində bir yerdə bir riya etməyəsən, bir yerdə zöhddən əl götürməyəsən, yaşayışığı, həyatını Allahdan qeyrisi üçün nizamlamayasan, bu çətin bir şeydir. İbadət, itaət asan gəlməsin. Ona görə Allah-u Müteal bu məşəqqətlərin müqabilini altından sayılaraqdan və sayılar ilaxır Quran-ı Kərimdə necə vəsf edir? Bu cənnətlərlə mükafatlandırır. Bu dünyada bu əməllərin çətinliyi ahirətdə o əzəmətli nemətlərlə dəyərləndirilir. Niyə? Çünki asan deyil bir insanın sağlam əqidə üzərində, sağlam əməl üzərində sabit qədəm qalmaq. Bir yola girmək nə qədər gərəklidirsə, onu sona çatdırmaq da bir o qədər gərəklidir. Və illa gedib məqsədə, hədəfə yetişməyəcəksənsə, nə mənası var? Ona görə Həzrət buyurur ki, əməl üzərində ixlaslı olana qədər qalmaq, o əməlin özündən daha çətin, daha şiddətlidir. Vəl-əməlul xalis, xalis olan əmələ gəldikdə, yəni xalis olan əməl deyəndə nə nəzərdə tutulur? Hardan bilə bilərsən ki, bu əməlin ixlaslı yerinə yetirilib, yoxsa yox? Həzrət buyurur, əlləzi o əməldir ki, la turidu ən yəhmədəkə aleyhi əhədun illallah əzzə və cəl. İxlaslı əməl o əməldir ki, həmin o əmələ görə Allahdan başqa kiminsə səni mədh eləməyini gözləmirsən. Allahdan başqa kiminsə səni tərif etməyini gözləmir. Yəni, bir əməli yerinə yetirirsən, orada Allahdan başqasının rəyi sənin üçün önəmli deyil. Ki, bu işə görə, görən filan kəs barəmdə nə düşünəcək? Görəsən filan kəs nə deyər? Bəhman kəs nə deyər? Həzrət buyurur, ixlaslı əməl o əməldir ki, Allahdan başqa, izzət və cəlal sahibi olan Allahdan başqa kiminsə səni mədh eləməyini gözləməyəsən. Namaz qılırsan, kimsə insanlara, məsələn, günüdə sufilər kimi yanaşır ki, bunlar özlərini həyatdan məhrum edirlər və ya oruç tutursan və ya qeyri ibadətləri yerinə yetirirsən.
haramlardan çəkinirsən ki, kimlər üçünsə o ləzzətdir, kimlər üçünsə o özünü təsdiq üçün vasitədir bəzi haramlar. Buyurur, sənin ixlaslı olmağının nişanəsi odur. Bir əməli yerinə yetirirsən və ya hansısa haram olan əməldən çəkinirsən, burada Allahdan başqasının nəzərini, mədhini, tərifini özün üçün önəmsəmirsən. Yəni, başqalarının fikrini önəmsəmirsən. Namaz qıldığın üçün Allah səni tərifləyir. Kim məzəmmət edir, edəsin. Haramdan çəkindiyin üçün Allah səni sevir, tərifləyir. Kim məzəmmət edir, edəsin. İxlaslı əməlin nişanələrindən biri budur. Allahdan başqa səni tərif edən bir kəsin fikri sənin üçün önəmli olmasın. Və niyyə əfzəlu minəl əməl. Və niyyət əməldən daha üstündür. Niyyəti saflaşdırmaq əməli yerinə yetirməkdən daha çətin olan şeydir. İnsanın qəlbi, mənəvi günahlar bilirsiniz də, ümumiyyətlə insanın əməlləri iki qismə bölünür. Cəvanihi və cəvarihi. Cəvanihi daxilə əməldir. Məsələn, həsəd, paxıllıq. Paxıllıq insanın daxili etdiyi haram əməllərdəndir. Amma kiminsə üzünə zərbə vurmaq, bu xarici əzalarla yerinə yetirilən haram olan əməllərdir. Əməllər cəvanihi və cəvarihi olaraq iki qismə bölünür. Və o daxili problemləri, daxili haram əməlləri və yaxud da daxili gözəl xislətləri, əməlləri bir növ desək, yerinə yetirmək və yaxud da ki, çəkinmək xarizdəkilərdən daha çətindir. Həzrət buyurur ki, niyyət əməlin özündən daha üstündür. O qəlbdə onu saflaşdırmaq, zehində kənar təsirləri uzaqlaşdırmaq daha çətindir. Nəinki əməl məqamında onu xaricdə həyata keçirmək. Əla və innən niyyə hiyyəl əməl. Hansı ki, niyyətin özü də əməldir. Amma qəlbin əməllərindəndir. İnsanın daxilində olan əməllərdəndir. Bir insanı, məsələn, birini vurmamaq üçün, zülm eləməmək üçün həbs eləmək kifayət edir. Amma o daxilində ona qarşı kini nə ilə apara biləcəksənsə, daxildə ona qarşı həsədi nə ilə apara biləcəksənsə, bu insanın daxilində olan bir şeydir ki, Allahdan qeyri kimsə ona bələd deyil. Həzrət buyurur ki, niyyətin özü də əməldir. Sümmətələ qovluhu əzzə və cəl, qovluhu əzzə və cəl. Ondan sonra Allah-u Müteala'nın bu ayəsini oxuyur. Qul kullun ya'malu ala şakiləti. De, hər kəs öz şəklinə görə əməl edir. Həzrət bunu təfsir edir, yəni niyyətinə görə əməl edir. Yəni çapın nədir? Şəklin nədir? Çərçivən nədir? Ona görə əməl edərsən. Yaxşı, bu şəkli, bu çərçivəni təyin edən nədir? Nə deməkdir? Niyyətin. İnsanın çapını, çərçivəsini bir növ desək, izah edən, göstərən şey onun niyyətidir. Salavat çeşidə Peyğəmbər var, Peyğəmbər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bir dənə də hədis inşallah oxuyun, sözü tamamlayın. Olmasın bir dənə, olsun iki dənə. Həzrət buyurur ki, İmam Cəfər Sadiq əleyhissalamdan səhabə deyir ki, mən ətəllaha bi qəlbin səlim, hər kim yalnız Allahın o bəndələr üçün Allahın huzuruna səlim qəlblə gələr ayəsinin təfsiri barəsində soruşdum. Şüəra surəsinin 89-cu ayəsi. Həzrət buyurdu ki, əl-qəlbul səlim, o səlim qəlb, əllədi yəlqa rəbbəhu və leysə fihi əhədun siva. Səlim qəlb o qəlbdir ki, Allahla görüşə gedəndə qəlbində Allahdan başqa bir kəs olmasın, bir şey olmasın. Nə canlıdan, nə cansızdan. Allahdan qeyri heç kimin orada yeri olmasın. Həzrət buyurur ki, qəlblər Allahın hərəmidir. Allahın hərəmindən Allahdan başqasına yer verməyin. Orada nə övladın məhəbbəti, nə ailənin məhəbbəti, nə valideynin məhəbbəti, nə dünyanın nemətlərinin məhəbbəti qəlbdə Allahın yerini tuta bilməz. Bəli, bunların hər birinə müəyyən şəkildə davranmağı Allah bizdən əmr eləyir, məhəbbət göstərməyi, ehtiram göstərməyi əmr eləyir.
Amma onların öz yeri var. Daha onların yerini Allah-u Müteala'nın yeri ilə dəyişdirmək olmaz ki, buyurur, qəlblər Allahın hərəmidir. Allahın hərəmində ondan başqasına yer verməyin. Həzrət buyurur ki, səlim qəlb o qəlbdir ki, bəndə Rəbbi ilə görüşəndə o qəlbdə Allahdan başqa bir şey olmuyor. Və kullu qəlbin fihi şirkun. Və bütün o qəlblər ki, orada şirk var, Allaha şərik qoşur. Ya ibadət məqamında Allahdan başqa bir Allahın olduğuna etiqad bəsləyib, ona ibadət edir. Və yaxud da ki, bir Allahın olduğuna, vahid Allahın olduğuna etiqad bəsləyib. Amma elədiyi hər əməldə filan kəsi, bəhman kəsi həmin o əmələ şərik edir. Həzrət buyurur ki, bütün o qəlb ki, orada şirk var, o şəkkun və yaxud da şəkk var, fəhvə saqitun, saqit qəlbdir, səlim qəlb deyil. فَإِنَّمَا أَرَادُ الزُّهْدُ فِي الدُّنْيَا Dünyada zahid olmağı ona görə istəyirlər ki, Allah-u Teala'nın ən böyük tələblərindən biri bəndələrindən dünyada zahid olmaqdır. Yəni, dünyanın naz-nemətlərini artığından insana Allahdan uzaqlaşdıran şeylərdən əl üzməkdir ki, Həzrət buyurur, ona görə dünyada zahid olmağa istəyiblər ki, لِتَفْرُقَ قُلُوبُهُمْ لِلْآخِرَةِ Çünki qəlbləri ahirət üçün hazır olsun. Yəni, ya dünyanı sevəcəksən, ya ahirəti sevəcəksən. Bu qəlb, bu ikisinin məhəbbətini bir yerdə daşımaqdan acizdir. Bunun ikisindən birindən keçmədən hansısa birini ələ gətirmək mümkün deyil. Ona görə Həzrət buyurur ki, insanlar, əmir əl-müminlər insan. Dünyanın öz övladları var, ahirətin öz övladları var. Siz ahirətin övladları olun. Qəlblərinizi dünya məhəbbətindən boşaldın. İmam Muhammed Baqir əleyhissalam buyurur, مَا أَخْلَسَ الْعَبْدُ الْإِيمَانَ بِاللّٰهِ عَزَّ وَجَلْ الْبَئِينَ يَوْمًا Bəndə elə ola bilməz ki, qəlbini izzət və cəlal sahibi olan Allaha imanla 40 gün ixlaslı eləyə, 40 gün Allaha ixlaslı şəkildə ibadət, itaət eləyə, İlla zəhhədəhullahu azza və cəllə fid-dünya. Bunun müqabilində Allah-u Teala onu dünyada zahid etməmiş olsun. Yəni, Allaha 40 gün ibadət eləyən, itaət eləyən bəndəni, ixlaslı şəkildə amma ibadət, itaət eləyən bəndəni Allah-u Teala qarşılığını nə verir? Dünyada zahid eləyər. Dünya onu Allahdan uzaq sala bilməz. Dünyanın naz-nemətləri onun fikrini, qəlbini məşğul eləyə bilməz. Və bəssərəhu daəhə və dəvaəhə və ona dərdini də, dərmanını da göstərər. Bütün müşküllərinin, çətinliklərinin, dərdlərinin səbəbi nədir? Səbəbi də bilər. Bunun çarəsi nədir? O çarəsini də Allah-u Teala ona göstərər. Və əsbətəl hikmətə fi qəlbi və onun qəlbində hikməti sabit edər. Və əntəqə bihə lisanə və dilini hikmətlə danışdırar. Yəni, danışdığı hər söz hikmətli olar. İnsanları doğru yola hidayət edir. Ondan sonra Həzrət Quran-ı Kərimin bir ayəsini oxuyur, onu şərh edir. Əvvəldə də qeyd elədiyimiz kimi, ixlas hər bir əməlin qəbul olunmağı üçün əsas meyardır ki, Allah-u Teala insanın etdiyi əməllərdə həmin o ixlasa görə desək, dəyərləndirir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, Allah sizinlə surətlərinizin gözəlliyinə, simalarınızın gözəlliyinə baxmaz, nə malınızın çoxluğuna baxmaz, nə övladlarınızın çoxluğuna baxmaz. Allah sizin qəlblərinizə baxır. Qəlblərə nəzər salır. O qəlb gözəldirsə, qəlb ixlaslıdırsa, qəlb səlimdirsə, Allah yanında bundan dəyərli bir şey yox. İstəyirsən, qara bir qulam ol, istəyirsən, dünyanın səltənətinin sahibi ol, Həzrəti Süleyman kimi.
Həzrəti Süleyman Allah yanında ona görə dəyərli deyildi ki, dünyanın hakimi idi. Qəlbi Allah yanında o qəlbi idi, səlim idi. Və yaxud da ki, Bilal-ı Həbəşisi olsun, İmam Hüseynin Kərbəlada şəhid olan, əshabından olan, Əbazərin qara nökəri, qulluqçusu olan kəs olsun. Bunlar Allah dərgahında ona görə dəyərli deyildi ki, hər hansısa fərqli bir xüsus. Yox. Allah qəlbinə nəzər salırdı. O qəlbdəki təqvanı, ixlası gördüyü üçün bu insanları dəyərləndirirdi. Nə qədər malı, dövləti olan insanlardan daha üstün sayırdı. Nümunə olaraq Allah-u Müteal Quran-ı Kərimin İnsan surəsində Əhl-i Beytin timsalında bizə ixlasın bir növ desək, nümunəsini də göstərir. Bunu da oxuyaq, sözümüzü tamamlayaq. İnsan surəsində buyurur ki, bilirsiniz, İnsan surəsi Əhl-i Beytin fəzilətləri barəsində nazil olub. Dəhr surəsi əvvəlindən axırından böyük əksəriyyəti Əhl-i Beytin barəsində nazil olmuş ayələrdir. Bəzi əzizlərimiz elə bilirlər ki, orada bir dənə o İmam Həsən, İmam Hüseyin əleyhissalamın xəstələndiyi zaman xanım Zəhra və əleyhissalamın oruç tutmaqla bağlı o nəzirləri ki, olur, həmin o ayələr nazil olur. Tək o hissəsi deyil. İnsan surəsi əvvəlindən axırına Əhl-i Beyt əleyhissalamı mədh edir. Həmin o surənin 8 və 9-cu ayələrində Allah-u Müteal bizə sevdiyi bəndələrinin timsalında ixlasın nümunəsini göstərir. وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Onlar Allaha olan məhəbbətlərindən miskinə, yetimə və əsirə təam verərlər. Özdə əllərində olan, artıqlarını yox. Süfrəsinin olanını Allah məhəbbəti üçün, Allahın razılığını qazanmaq üçün bir dəfə miskinə, bir dəfə yetimə, bir dəfə əsirə ehsan eləyirlər. Və hansı niyyətlə bu ehsanı eləyirlər? İnnəmə nut'imukum libacihillah. Biz bu it'amı, bu yeməyi sizə ancaq və ancaq Allaha xatir veririk. La nuridu minkum cəzaən və la şükura. Sizdən də heç bir qarşılıq və təşəkkür olmur. İxlasın bundan gözəl nümunəsi var. Adam var ki, ona bir yaxşılıq eləyir. Ömrü boyu başına danlar eləyir. Ömrü boyu boynunda minnəti var. İxlaslı əməl o əməldir ki, yaxşılığı yerinə yetirəndə, xeyri yerinə yetirəndə və ya haramdan çəkirəndə. Allahdan başqasının fikri sənin üçün önəmli olmasın. Hətta yaxşılıq etdiyin bəndəyə belə. O qədər insanlar var ki, elədiyi yaxşılıqlara görə təəssüflənir və heyf filan kəsə çəkdiyi məziyyət, heyf filan kəsə görə düşdüyün bəla. Niyə? Əməl ixlaslı olmuyor. O yaxşılığı eləyəndə bunun zehnində Allah olmuyor. Ya yaxşılıq eləyib ki, nə vaxtsa bundan işim kəsəcək, bu da mənim işimi aşırtsın. Ya da ki, Allah da olub, bir başqa niyyəti də olub. İxlaslı əməl o əməldir ki, Əhl-i Beytin timsalında Allah-u Müteal bizim üçün göstərir ki, onlar bu it'amı verəndə, bu yeməyi verəndə miskinə, yetimə, əsrə müqabilində deyərlər ki, sizdən bunun müqabilində nə bir qarşılıq umuruq, bugün mən sənə, sabah sən mənə, yox. Nə də bir təşəkkür umuruq. Adam var deyir ki, yaxşıya bildiyi indi, heç olmasa bir quru çox sağ ol deməndə, yox. O quru çox sağ olu belə ummamağın, zehnindən keçirməməyin, qəlbindən keçirməməyin əməlin nə qədər ixlaslı olmağının göstəricisidir ki, bunu edirəm Allaha xatir. Ondan sonra pislik də görsən həmən adamdan təəssüf eləmirsən. Niyə? Sən bunu eləməmsən ki. Elədiyin xeyri Allaha eləmirsən. Və Allah-u Müteal da etdiyin hər bir əməlin qarşılığını sənə yaxşıdırsa yaxşı, pisdirsə də pis qaytaracağına vəd verir və Allah vəd verənlərin ən xeyirlisidir.